Hadisə ötən gecə saat 02 radələrində rayonun Bideyiz kəndində baş verib. Kənd sakini 85 yaşlı Əli Saatoğlu Xasiyevə məxsus ümumi sahəsi 100 kvadrat metr olan kürsülü bir mərtəbəli 2 otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları, ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Əli Xasiyevin yanmış meyti aşkar olunub. Yatmışdıq, elə qonşu elə bir çölə çıxanda görüb ki, yəni ev yanır. Biz gələndə gördük ki, ev təmiz yanıb, üstü tökülübdü yerə. Heç cürə içəri girməyə yəni imkan olmadı yalovdan. Alov o qədər tutmuşdu ki, hər tərəfdən tutmuşdu. Gəldik, pojarniyə zəng vurduq, sağ olsunlar, gəldilər. Atamdır, Xasiyev Əli Saatoğlu. Orada rəhmətə gedib. Atası ilə qonşu yaşayan oğlu yanğına nə səbəb ola bilər ehtimalına gəldikdə bildirdi ki, o müstəqil yaşayırdı, siqaret çəkirdi, amma qazın artması da yanğına səbəb ola bilər. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Qurban Vidadioğlu, Rəhman Həkimzadə bugün informasiya proqramı üçün.